Köhnələr. Sədərək bazarı. Sədərək bazarı qanunlar işləməyən bir yer. Yanğın təhlükəsizliyindən heç bir müdafiəsi olmayan bir yer. Post terminallar olmayan bir yer. Ayrı bir dövlət, ayrı bir vilayət. Bilirsiniz, hər il biz eşidirik ki, burada yanğın baş verir də, düz deyil. Yanğın baş verər də. Bax, burada ətrafda gördüklərimiz hamısı, yəni yanmaqları bunların bir qığılcım lazımdır da ki, qəşəng alovlansınlar, hər şey bax, belə yansın, kül olsun. Burada nəinki, neysə bir yanğına qarşı bir sistem. Burada heç, yəni, həmən bu dükanlarda adi yanğın söndürənlər var, heç ondan da yoxdur. Başa düşürsünüz. Adam hərdən belə fikirləşir ki, deyəsən, doğrudan da Allah'ın bu yerdən çox xoşu gəlir. Çünki çox maraqlıdır ki, necə olub ki, bura indiyənə kimi bax, yanıb, yox olub, kül olub da. Çünki burada, mən belə deyim də sizə də, yəni təhlükəsizlik qaydalarına nəinki rəayət olunmur, burada heç kimin onların barəsində heç xəbəri yoxdur. Allah eləməsin, burada bir yanğın baş versə, bu deməkdir ki, burada o qədər təlafət olar ki, Allah heç kimə göstərməsin. Deyirəm də, çox güman ki, Allah'ın deyəsən buradan xoşu gəlir. Qəlbdən qəlbə Sədərək bazarından